Əziz valideynlər, analar, bacılar, doğmalar, övladlarımıza miras olarak ev qoysanız, bir gün köhnələcək. Pul qoysanız, bir gün xərclənəcək. Amma iman qoysanız, həm dünyasını, həm axirətini xilas edəcək. Bugün uşaqlarımızın otaqlarını bəziyirik. Mənim övladım qoy otağında ən bahalı bir dənə mebel olsun, çarpayısı yaxşı olsun. Amma qəlblərin bəzəməyi unutmuşuq. Onların qəlblərini bəzəmirik iman nuru ilə. Telefonların şifrəsini öyrənirik. Görək bizim uşaqlarımız kimlə yazışır. Amma onun dərdini dinləməyə vaxt tapa bilmirik. Çox təəssüflər olsun.